Salam əziz izləyicilər. Bu video roliki son dövrlər mənim İsayev Media YouTube kanalında meyxana ilə əlaqədar səsləndirdiyim fikirlərlə bağlı olacaq. Bununla bağlı bildirmək istəyirəm ki, çoxlu kommentariyalardan, gələn mesajlardan mən belə agah oldum ki, bəziləri orada mənim dediyim fikirləri tam anlamamışdır. Mən yenə də bildirmək istəyirəm ki, şəxsən mənim özümün meyxana ilə hər hansısa bir problemim yoxdur. Əlimdə tutduğum bu əsər mənim ikinci kitabım olan Kənan və Aylin əsəridir ki, bu əsərin əsas baş qəhrəmanı Kənan prototipi bir növ meyxanaya qulaq asan obrazdır və buna görə də mən şəxsən bu meyxana burada müəyyən meyxanaçıların da adını çəkmişəm. Əgər mənim meyxana ilə bir problemim varsa, mən niyə görə öz kitabımda hər hansısa bir meyxanaçının adını çəkməliyəm? Meyxana ilə bağlı səsləndirdiyim fikirlərdə əsas məqsəd sizlərə həqiqətlərin agah olmasıdır. Həqiqətlər də ondan ibarətdir ki, meyxana bir növ əyləncə xarakterli bir sahədir. Yəni siz hər hansısa gedib diskotekada, barda deyib gülürsünüz, oynayırsınız, tullanırsınız, düşürsünüz, əylənirsiniz. Yorğunluğunuzu çıxardırsınız və indi hərənin zövqünə uyğun da hərə necə əylənmək istəyirsə, əyləncə. Meyxana da misal üçün hər hansısa bir tutaq ki, sahədir ki, o sahədə əyləncə xarakterli günün yorğunluğunu çıxartmaq üçün hər hansısa məni dəvət eləyə bilərlər bir sahəyə. Orada meyxana da var. Mən gedib oturaram, qulaq asaram, gün yorğunluğumu keçirdərəm, gözəl bir gün keçirdərəm, əylənərəm. Bizim əsas xoşlanmadığımız xüsusiyyət meyxanaçıların özlərinə şair deməsidir. Məsələn, mən Nizami Gəncəviyə, Məhəmməd Füzuliyə, Bəxtiyar Vahabzadəyə də şair deyim, meyxanaçıya da şair deyim. Burada paradoks yaranır. Nizami Gəncəvi ona görə şairdir ki, o cəmiyyətin maarifləndirilməsi istiqamətində böyük bir əziyyətlər çəkib. Cəmiyyətin maariflənməsi istiqamətində, cəmiyyətin qabağa getməsi istiqamətində böyük bir məktəb açıb, məktəb qoyub. Meyxanaçı cəmiyyətin maariflənməsi istiqamətində, cəmiyyətin elmə, təhsilə yönəlməsi istiqamətində hansı tədbiri ilə yadda qalır, hansı işlər görür, heç bir iş. Əksinə tərsi istiqamətində fəaliyyət göstərir. Ona görə də meyxanaçıların özünə şair deməsi düzgün bir yanaşma deyil. Mən özüm 2 dənə kitab yazmışam, mən özümə yazıçı deməyə utanmam. Çünki məni yazıçı kimi cəmiyyət özü təsdiqləməlidir. Cəmiyyət özü deməlidir ki, mən yazıçıyam, yazıçı kimi adımı çəkə bilərəm, yoxsa elə belə yazmışam da özüm üçün. Yenə də bildirmək istəyirəm ki, mənim şəxsən meyxana sənəti ilə bir problemim yoxdur. Sadəcə cəmiyyətimin həqiqətlərə agah olmasını istəyirəm. Mən də günün yorğunluğunu atmaqdan ötürü hər hansısa bir məclisə mənə dəvət eləyərlər, dostum, yaxınım. Axşamüstü orada meyxana deyirlər, mən də gedib oturub buna baxa bilərəm. Amma bunu məsələn bir böyük bir şey eləmək düzgün bir yanaşma deyil. Böyüdüləcək bir sahə yazıçılıq fəaliyyətidir ki, yazıçılıq fəaliyyəti məktəbdir. İnsana böyük bir dənə nələrsə öyrədir, insan üçün nələrisə bildirir. Neçə dənə yazıcı, Orhan Pamukun yazdığı əsərlər olsun və yaxud dünya ədəbiyyatının hansı əsərləri olsun, hərəsi bir məktəbdir. İnsanlara nələrsə öyrədir. Meyxana sadəcə əyləncə xarakterli bəli bir sahədir. Gedirik orada deyirik, gülürük, danışırıq, yorğunluğumuzu atırıq. Gözəl misralar da olsa lap gözəl. Bildirmək istədiklərim bu qədər.